Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün model sınaq 4 ilə qarşınızdayıq. İlk 3 sınaq kanalda yerləşdirilib. Playlist hissəsindən sertifikasiya 2026 model sınaqlar hissəsinə daxil olub daha rahat ardıcıl izləyə bilərsiniz. Bildiyimiz kimi son sertifikasiya proqramında dəyişikliyi var, yeni artırılan mövzular var. O mövzulara fəza fiqurları, faiz məsələləri, onluq kəsirlər və s. aiddir. Biz də hər sınağımızda çalışırıq ki, əlavə olunan dəyişən mövzularla bağlı sizə sualları təqdim edirik. Elə birinci sualımız fəza fiquru ilə bağlıdır. Vaxt itirmədən keçək ilə suallarımızın izahına. Birinci suala baxırıq. Aşağıda ölçüləri verilmiş düzbucaqlı paralelipiped, bunun digər adı kuboiddir. Bəzi məsələlərdə, bəzi testlərdə bu kuboid kimi yazılır. Formalı boş akvarium su ilə tam doldurulmalıdır və burada akvariumun ölçüləri göstərilib. Akvariumun tam dolması üçün neçə litr su lazımdır? Bu neçə litr, yəni bu litr hissəsinə sonra baxacağıq. Biz əvvəlcə akvariumun həcmini tapmalıyıq. Elə bil ki, baxın, istənilən düzbucaqlı paralelipipedin, kuboidin həcmini tapanda burada A, B, C 3 ölçü varsa V bərabər A vurulsun, B vurulsun, C. Yəni 3 ölçünü bir-birinə vururuq. Eləcə də burada biz bu qaydanı tətbiq eləyəcəyik. Əvvəlcə akvariumun həcmini tapacağıq. V bərabər 14 vurulsun, 12 vurulsun, 6. Bunlar bir-birinə vursaq 14-ü 12-yə, 70-i 14-ə vuranda 1008 kub santimetr. Amma diqqətli oluruq, cavabda 1008-i götürmək lazım deyil. Biz kub santimetr tapdıq, amma bizdən litri soruşur. Biz bu kub santimetri kub desimetrə çevirək. Bir kub desimetrimiz onsuz da 1 litr olduğunu da bilirik. İndi kub desimetrdən kub santimetrin arasında hansı əlaqə var? Gəlin onu ayırd eləyək. Bilirik ki, 1 kub desimetrimiz bərabərdir 1000 kub santimetr. Biraz da daha çətin çəkirsinizsə 1 desimetrin 10 santimetr olduğunu bilirik. Kub desimetr 3 dənə desimetr deməkdir. Yəni 3 dənə onun hasili elədir 1000. İndi yadda saxlayırıq. Kub desimetrdən kub santimetrə keçəndə 1000-ə vururuq. Kub santimetrdən kub desimetrə keçəndə 1000-ə bölürük. Yəni burada 1008 kub santimetr böləcəksə 1000-ə. Burada onluq kəsirlərin qaydasında demişik, ona 100-ə 1000-ə böləndə elə bil vergülümüz buradadır. Vergülün sayı qədər, sıfırların sayı qədər vergülü sola çəkəcək. 1, 2, 3, 1, 2, 3 eləyəcək 1 tam 1000-də 8 kub desimetr. Amma bizdən litr soruşulur. Az öncə dedik ki, 1 kub desimetrimiz də bərabər 1 litr. Ona görə 1 tam 1000-də 8 kub desimetrimiz bərabərdir. Yaza bilərik elə 1 tam 1000-də 8 litr. Doğru cavab elədir A variantı. Baxın, sualda həm fəza fiqurunun həcmini bilmək var, həm bunun həcmini tapandan sonra bir dənə həcm vahidi ilə də çevirməni bilmək lazımdır. Növbəti, artırılan yeni mövzulardan biri faiz məsələsidir. 30% 12 olan ədəd hansı ədədin 80%-dir? Sizə bir kömək deyim. Ümumiyyətlə, faiz məsələsinin tapılmasının 3 əsas qaydası var. Ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması və 2 ədədin faiz nisbəti. Təbii ki, bu qaydanı biləndən sonra həmin mövzu ilə də bağlı biz xeyli sayda məsələ işləməliyik ki, həmin mövzu bizim beynimizə hopsun. İndi bunu x ilə də yaza bilərik, amma x-i qoyacaq kənara. Baxın, bizə nə verib? 30% 12 olan ədəd. Demir ha, 12-nin 30%. 30% 12 olan ədəd. Əgər hər hansı faizi hansı olan bir ədəd tapmaq tələb olunursa, demək bu faizinə görə ədədin tapılmasıdır. Yəni, hansı ədəd olub ki, onun 30% 12 eləyir? Tapılma qaydası belədir. 30% 12 olan ədəd. Bu tapılmanın ikinci qaydasıdır. Faizinə görə ədədi tapmaq üçün qaydanı yadımıza salırıq. Ədədi, yəni 12-ni 100-ə vurub, faiz göstərən ədədə bölürük. Faiz göstərən ədədimiz də burada 12 vurulsun, 100 bölünsün 30. Buradan bərabərdir. İxtisarlarımızı eləsək, bu sıfırla bu sıfır gedir. 3 3-ə 1, 12-də 3-ə 4. 4-də ona vurduq 40. İndi biz tapdıq ədədimiz 40. İndi deyir ki, ədəd hansı ədədin 80%-dir? İndi sual verirəm ki, növbəti yenə təzədən hansı ədədin 80%-i 40 eləyir? Yenə faizinə görə ədədin tapılması. 40-ı vuracaqsan 100-ə, böləcəksən faiz göstərən ədədi 80-ə. Faiz göstərən ədəd dediyimiz yanında faiz işarəsi olan ədəd.
40 40-a 1, 80 də 40-a böləndə alınır 2. 100-ü də 2-yə böləndə elədi 50%. Doğru cavab D. Bunu tənasüblə də tapa bilərdik bu faizi və ya x ilə də gedə bilərdik. Məsələn, 30% 12 olan ədəd hansı ədəddir bilmirik. X-in 30%-ni tapırdıq, bölürdük 100-ə, bərabər eləyirdik 12-yə. Sonra tapdığımız ədədin təzədən bir də x götürüb yazırdıq, amma qaydanı bilməkdə fayda var, belə də gedə bilərik. Növbəti sualımız ədədi orta ilə bağlıdır. Ədədi ortası 75 olan 6 ədəddən birincisi 80, ikincisi 78-dir. Qalan 4 ədədin ədədi ortasını tapın. Əvvəlcə biz burada nə edəcəyik? Ədədi ortası 75 olan 6 ədəd deyirsə, bu ədədlərin cəmini tapacağıq. Ədədi ortanı saya vuranda hər zaman həmin ədədlərin cəmini verir. Necə ki, cəmi saya böləndə ədədi ortanı verirsə, ədədi ortanı da saya vuranda həmin ədədlərin cəmini verəcək. Yəni 75 vurulsun 6, 75-i 6-ya vuranda elədi 450. Bura yazıram, bu həmin ədədlərin cəmidir. İndi bu ədədlərdən birincisi 80, ikincisi 78-dir. Qalan 4 ədədin ədədi ortasını tapın. Bu cəmlə, yəni 450-dən çıxacam bu ədədləri 80, üstə gələk 78. Bu 158 eləyir. 450-dən də 158-ə çıxanda 292 qaldı. İndi bu 292 nədir? 292 qalan 4 ədədin cəmidir. Bizə də deyir ki, bu 292, bu 4 ədədin ədədi ortası. 4-ə böləcəksən. 292-ni də 4-ə böləndə alınır. Nə qədər? 73. Doğru cavab B variantı. Növbəti 4-cü sualımıza baxırıq. Ədədinin 3-ə bölünüb, lakin 4-ə bölünməməsi üçün M-in ala biləcəyi qiymətlərin cəmini tapın. 3-ə bölünmə əlamətini yadımıza salırıq. Əgər verilən ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, həmin ədəd 3-ə bölünür. İndi biz verilən ədəddə mövcud rəqəmlərin cəminə baxacağıq. 1, 4, 2, 8, 7, 4. 1 ilə 4, 5, 7, 7 ilə 8, 7, 14, 10, 15, 22. Burada ümumiyyətlə elədi 26 üstə gələk M. Amma 4-ə bölünməməlidir. O 4-ə bölünməməni qoyacam kənara, ona sonra baxacam. Gəlin baxaq görək, 3-ə bölünən üçün hələ M-in ala biləcəyi qiymətlər hansıdır? Bax, bu tapmaca kimi yox. Birinci mərhələli şəkildə birini araşdırırsan, sonra da keçirsən ikincini araşdırırsan və sual sənin olur. Yəni sualı tam dərk edirsən. Burada M-in yerində birinci 1 ola bilər. Çünki 1 olsa 26-ın üzərinə 1 gələndə 27 eləyir və 3-ə bölünür. Və sizə gözəl bir qayda deyəcəm. Bunu bir araşdırmaqdansa müəllimlər 3-ə bölünən ədədlər demir, 3 artır. 4, 7. Yəni bir də 2-ni yoxlayın, bir də 3-ü yoxlayın, bir də 5-i yoxlayın, bir də 6-nı yoxlayın. Lüzum yoxdur. Ehtiyac yoxdur. 3-ə bölünədiysə bunlardır. İndi bunun üçünü də yaza bilərikmi? 3-ə bölünməsi üçün yaza bilərik. Amma mənim digər şərtim var. 4-ə bölünməməsi. 4-ə bölünməməsi üçün ümumiyyətlə 4-ə bölünməni də yadımıza salırıq. 4-ə bölünmə ədədin son 2 rəqəminə baxacağıq. Yəni bax bu son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünən ədədlər 4-ə bölünən ədədlərdir. Bölünmürsə demək 4-ə bölünməyəcək. Bura 1 yazsaq 14 4-ə bölünür, bölünmür. Demək 1 ola bilər. 1 yazsaq 3-ə bölünəcək, 4-ə bölünməyəcək. 4 yaza bilmərik. Niyə? Çünki bura 4 yazsaq ədədin sonu 44 eləyəcək. 44 4-ə bölünür. Amma bizə deyir 4-ə bölünməməz. Demək buradakı bu 4-ü yaza bilmərik. 7-ni də yoxlayaq. 74 4-ə bölünmür, amma 3-ə bölünür. Yəni 7 yazsaq. Demək bir də ola bilər 7. Cəmi nə məndən soruşur? 1 üstə gəl 7 bərabər 8. Gördünüz? Yəni sualı tam dərk elədik ki, burada nədən söhbət gedir. 5-ci sualımız. Baxın, burada da bir ədədin 5-də 4 hissəsini 3-də tənlik qurmaqdır birbaşa olaraq. Ədədin 5-də 4 hissəsini 3 dəfə artırıb alınan ədəddən 33 çıxsaq 99 alınır. Bu ədədin rəqəmləri cəmini tapın. Ədədi x götürə bilərik. 5-də 4x yazıb və s. Heç bir problem yoxdur. Amma sənin bu ədədlərlə, suallarla işləmə vərdişin artdıqca mən sənə demişəm ki, nəyinsə 5-də 4 hissəsi deyirsə, onda ədədi götürək 5x. Yəni ədədimiz olsun 5x. Niyə? Rahat olsun da 5-də 4 deyəndə rahat olsun. Onda 5x-in
5-də 4-ü. 5x-in 5-də 4-ü 5-lər gedir. Qaldı burada 4x. Bir də var kəsr. Yəni kəsrlə yazmaq istəmirik deyə belə yazırıq. İndi bu 4x 3 dəfə artırıb 4x vurulsun 3. 33 çıxsaq, sonra da alınan ədəddən 33 çıxırıq. Bərabərdir 99. Birbaşa tənlik qurmaqla məsələ həllidir. 4x-i 3-ə vururuq. Elədi 12x. Bu çıx 33 bu bir tərəfə keçir. Topla 33 ilə əvəz olunur. 99 ilə 33-ü toplayanda elədi 132. Buradan da x bərabərdir, elədi 11. X-i bərabər 11 tapdıq. Bizdən ədədimiz 11 deyil, ədədimiz 5x idi. 5 dəfə 11, 55. Amma ədədin rəqəmləri cəmi məndən soruşulur. 55-in də rəqəmləri cəmi 5 üstəgələk 5 bərabər elədi 10. Doğru cavab C variantı. Bu da yəqin ki, aydındır müəllimlər. Baxaq, növbəti maraqlı bir sualdır həndəsə ilə bağlı. Uzunluğu 80 cm olan məftildən birinin perimetri digərinin perimetrindən 3 dəfə böyük olan 2 kvadrat düzəldildi. Bu kvadratın sahələri cəmi tapın. İndi siz bu məsələdə ağlınıza ilk olaraq bu kvadratı çəkmək gəlir deyə, məsələn, belə bir kvadrat çəkib heç nə bilmirsiniz, tərəfini x yazacaqsınız, düz də eləyəcəksiniz. Ona görə birinci bu üsulla gedirəm, sonra daha rahat da bir qayda deyəcəm. Səbir olun. Burada x-dir. Bu x-dirsə bunun perimetri nə qədər olur? 4x. İndi bunun perimetrindən 3 dəfə böyük olan başqa bir kvadrat çəkirəm. Bilir ki, kvadratın da bütün tərəfləri bərabərdir. Bunun perimetri 4x isə bunun perimetri olacaq 12x. 12x sonda bunun tərəfi nə olacaq? 3x. Aydındır. İndi bizə deyir ki, bilirsən niyə bunu 4x 12x yazdım? Sən bura çünki artıq belə bir kvadratı ağlında ilk olaraq çəkə bilirsən. Deyirsən ki, müəllim bizə həmişə deyib ki, bilmədiyimizi çəkirik. Tez kvadrat deyirsə çək, tərəfinə x yaz, bilmədiyini məhsul. Doğru. İndi buradan bu 80 cm uzunluğundakı perimetrlə nə əlaqəsi var? Yəni biz bu məftilə əymişik, bir dənə belə kvadrat düzəltmişik. Bir dənə də belə kvadrat düzəltmişik. 4x perimetr burada, 12x burada. Elədi 16x bərabər 80. Yəni 2 kvadratın perimetrləri cəmi bütöv bu məftili verir. Yəni biz bu bütöv məftildən əyib 2 dənə kvadrat almışıq. Buradan x-i bərabərdir 5 tapırıq. X-i 5 tapandan sonra demək birinci kvadratın tərəfi 5-dir. Sahəsi olacaq nə? Kvadratın sahəsi elədi 25. İkinci kvadratın tərəfi 15-dir. 15-i vuranda 15-ə elədi 225. 25 ilə 225-i toplasaq bərabər eləyər 250-yə. Doğru cavab B variantı. İndi müəllim bunu bu formada yazır. Bayaq bir qayda demişdiniz. Dedi sadə qayda. O nədir? Rahat. Birinin perimetri digərinin perimetrindən nə qədər çox deyir? Onda birinin perimetrini x götürəcəm, digərinin perimetri 3x. Sadəcə belə olanda sənin də ağlında qalar ki, hə, bu kvadratın birinin perimetri x isə tərəfi onda neçə olur? X-i 4 yerə bölərik, 4-də 1x. Yəni ona da ehtiyac yoxdur. Bizi tərəf filan soruşmur. X səbir olaq. Cəm 80-dir. Topladıq bərabər 80-ə. 4x bərabərdir 80, x də bərabər 20. 10-da x 20 tapdıq. Demək birinci kvadratın perimetri 20-dir, ikincinin perimetri 60-dır. Birincinin perimetri 26-dırsa bura yazıram perimetr, bura yazıram perimetr. Perimetr 20-dirsə tərəf bərabərdir 5, 24 yerə bölürsən. Tərəf bərabərdir 64 yerə bölürsən 15. Onda sahə bərabərdir 25. Burada sahə bərabər 225. Yenə gəldi yeni şey aldıq. Yəni iki fərqli yanaşmanı, fərqli də dediyimiz bir-birinə köklü sürətdə fərqli olan qayda deyil. Sadəcə bir yol var, digər yol var. Aha. Növbəti KTR məsələləri, yəni KTR məsələlərində bu məsələdə çətinlik çəkən müəllim, əgər çətinlik çəkirsənsə, elə bundan öncəki izah. KTR məsələləridir, mütləq o həmin izahı izlə. Orada linkdə çətin məsələlər yerləşdirmişəm, sonra 60 dənə əlavə KTR sualı çəkmişəm kanalda. Ondan sonra sənin KTR ilə bağlı bir problemin 100% qalmayacaq. Baxaq. Durğun sudakı sürəti 24 km/saat olan KTR. Əvvəlcə bu anlayışa baxaq. Demişdik ki, durğun su dediyimiz axarsız sudur. Göl də deyə bilərik. Burada durğun sudakı sürət KTR-in öz sürəti deməkdir. Yəni KTR-in öz sürəti verə bilər və ya durğun sudakı sürəti verə bilər. Bu eyni anlayışdır. Durğun sudakı sürəti 24 km/saat olan KTR. Demək bunu dərhal yaza bilərik ki, KTR bərabərdir 24 km bölünsün saat. Sürəti 6 km/saat olan çayda. Demək çayın da sürəti bərabərdir 6 km bölünsün saat. 120 km məsafənin 4-də 3 hissəsini axınla getdikdən sonra 120-nin yazıram bura 120-nin 4-də 3-ünü tapıram. 120-nin 4-də 3 elədi nə?
90 kilometr. Bu 90 kilometri axınla gedib. Axınla demişdik, necə olurdu? Axın istiqaməti bu istiqamətdədirsə, bunun üzərindəki katerdə bu ox istiqamətində gedirsə, burada sürətlər toplanır. Axın ilə axına doğru. O zaman 90-ı böləcəksən, bunların sürətləri cəmin axın ilə dediyinə görə. Yəni 24 üstə gələk 6. 30 90 30-a böləndə 3 saat burada. 3 saat budur. İndi gəlirik məsələnin kulminasiya nöqtəsinə. Sonra motoru söndürür. Baxın, bu çayda gedir. Tutaq ki, çayda budur. Bu çayda bu motor sönəndən sonra artıq kater nəyin vəziyyətinə düşür? Kater salın vəziyyətinə düşür də. Yəni elə bil kater bir taxta parçasıdır. O kater suda olsun və ya bir taxta parçasıdır. Eyni şeydir. Çünki motor işləmir. Motor dayanıb. Və burada, tutaq ki, burada motor dayanırsa, buradan sonra kater ancaq öz sürəti yox, çayın sürəti hesabına hərəkət edəcək. Çünki katerin motoru sönübsə, bir də təkrar edirəm, katerin motoru sönübsə, kater dönür sala, yəni sala bənzəyir. Və bu zaman salın sürəti, çayın sürəti demişdik. Qalan məsafəmiz nə qədər idi? 120-dən 90 çıxanda qalan məsafəmiz 30 idi. Bu 30 kilometri də ancaq çayın sürəti hesabına, yəni 6 hesabına hərəkət edəcək. 30-u da 6-ya böldük, 5 saat. İndi bizdən bütün yol neçə saata getdi soruşur. 3 saat yuxarıda, 5 saat aşağıda. 3-ü üzərinə 5-i gəlirik, bərabər edir 8 saat. Doğru cavab elədi müəllimlər. C variantı. Növbəti 8-ci sual. A-nın ala biləcəyi ən böyük natural ədədin təşkillər sinifindəki rəqəmləri cəmini tapın. Görürsünüz müəllimlər, sualları daha çox necə seçmişəm. Sualda bərabərsizlik də var, siniflər də var. Sonra burada vurmanın toplamaya nəzərən paylama qanunu və s. Bunlar bilmək lazımdır. İndi burada A kiçikdir. Bunu 112-ni 18-ə vurum, 88-i 18-ə vurum. Prinsip olaraq elə biləcəksiniz. Demirəm ki, 112-ni 18-ə vura bilmirsiniz. Vura bilirsiniz. Amma daha rahat bir qayda. Bunu mötərizə xaricinə çıxardıq. 18-i çıxardıq mötərizə xaricinə. Qaldı 112 üstə gələk 88. Buradan da A kiçikdir. 18 vurulsun 200-dür də bu. Yuvarlaq ədədə vurmaq daha rahatdır da. 2-ni vuracaqsan 18 eləyəcək 36, sonunda da 2 dənə 0. Yəni, riyaziyyat işlədiksən, suallar işlədiksən özünüzdə bu hilələri formalaşdırmaq lazımdır. İndi 3600-dən kiçik olan ən böyük ədəd hansıdır? Eləyəcək 3599-a və bunun təkliklər sinifini. Təklikdən başlayırıq. Təkli, yoğunluq, yüzlük. Bu elədi təkliklər sinifi, bu da elədi minliklər sinifi. Təkliklər sinifindəki rəqəmlərin cəmi. 5 üstə gəl 9 üstə gəl 9. Bu da elədi nə qədər eləyir? 9 ilə 9 18, 5 üzərinə gələndə 23. Doğru cavab D variantı. Sonra növbəti sualımız. Demək müəllimlər, bu sual mühakimə və mühakimənin bu çətin tipidir. Niyə çətin tipidir? Biz adətən sonu sinonim olan sonluqları bilirik. Məsələn, ən kiçiyi ən az, ən böyüyü ən çox. Bir də var sonunda antonim. Ən böyüyü ən az. Bu nə deməkdir? Məsələn, 40-dan kiçik ədədlər çoxdur da, amma 40-dan kiçik ən böyük ədəd hansıdır? 39. Bax, kiçik olsa da çox kiçik götürmür. Kiçik ilə böyük elə bil 40-dan kiçik ilə böyük 39 deməkdir. Bu tipli suallarda da qaydamız var. Nədir bu tipli sualların qaydası? Bu tipli sualların qaydası ondan ibarətdir ki, biz bu ədədləri bir-birinə yaxın götürürük və müxtəlif olur. Bir-birinə yaxın və müxtəlif götürülən ədədlər ardıcıl ədədlərdir. Ardıcıl ədədlərdə bunu yazaram. X üstə gələ x üstə gəl 1, üstə gələ x üstə gələ 2, üstə gələ x üstə gələ 3, x üstə gələ 4. 1, 2, 3, 4, 5. Sonra başqa qayda ilə izah edəcəm. Bərabərdir 812. Bir də təkrar edirəm, ardıcıl ədədlər bir-birinə maksimum şəkildə yaxın olan ədədlərdir. Müxtəlif və yaxın olan ədədlər ardıcıl ədədlər deyə bilərik. Bunu həll eləsək, buradan alınacaq 5x bərabərdir. Buradan 10 eləyir. 812-dən 10 çıxanda qalır 802. Buradan da x bərabərdir. 802 5-ə təbii ki, bölünəcək 160, amma qalığımız 2 var. İndi diqqətlə mənə qulaq asın. 160-ı gətirib yazacaq. Birinci ədəd 160. İkinci ədəd 161. Üçüncü ədəd 162. Dördüncü ədəd 163. Burada 5-ci ədəd 160-ın üzərinə 4 gələndə 164. Belə götürmürük təbii ki. Mənim burada bu qalıq 2 var.
Bu ikini də bax bu sondakı 2 ədədin üzərinə parçalayırıq. Müəllim, niyə sondakının qarşıdakıların üzərinə gəlin? O ikini bunun üzərinə bir-bir gətirsəm, burada 161, burada 162, 162, 162 eyni olar. Bu ikisinin üzərinə, yəni nə başa, nə ortaya gətirə bilmirik. Son ikisinin üzərinə paylaşdıranda müxtəlifliyi ala bilirik. Onda olacaq 160, 161, 162, eləcə 164, bu da eləcə 165. Bizdən soruşur ki, ən böyüyü ən az. Böyüyü an az deyəndə birinci söz hansıdır? Yəni böyük hansıdır? 165. Amma çox böyük deyil də, bunlara yaxındır. Yəni böyüyün ən az qiyməti 165, doğru cavab C. Burada amma bunların təməl qaydası bundan ibarətdir ki, biz bu x-lə, yəni ardıcıl ədəd yazmadan da nə edirik? 812-ni bölürəm 5-ə, birbaşa. 812-ni 5-ə böləndə alınır nə qədər? 162 qalığımız 2. Onda bizim ədədlər 162, 162, 162, 162, birinə də yazıram 164. Elə bil ki, bax indi sənin vəzifən nədir? 4 dənə 162, bir dənə 163. Mən sənə deyirəm ki, bu müxtəlifliyi yarat. Burada yerləşən ədədlər müxtəlif olsun. Nə edərik? Baxın, buradan bu 162-dən 1 çıxaram, qalar 161. O biri gələrəm hansınsa üzərinə. Bunun elə bu birinin üzərinə gələ 163 elədi. İndi burada 162 ilə qaldı. Bu 162-dən birini çıxanda, bu 162-dən birini çıxanda qaldı. Burada 161. Gəldi sonuncun üzərinə 165. İndi deyəcəksiniz ki, müəllim burada 2 dənə 161 oldu. Onda nə edərik? Bu 161-dən yenə birini çıxarıq. 160. Bu 163 ilə işimiz yoxdur. Daha doğrusu biri çıxıb bu 160-ın üzərinə gələr 164. 162, burada 161 və 165. Bu biraz analiz tələb edir. Bunların elə əsl qaydası budur. Nə edirik? Məntiq nədən ibarətdir? Baxın, yenə də gəldi, yenə də daraldıq. 160, 161, 162, 164, 165. Əslində nədir burada riyazi məsələ? Biz ardıcıl deyəndə tam burada ardıcıl ədədlər deyil axı. Onu haqlı olaraq deyə bilərsiniz. Bunu ardıcıla bənzər götürmək. Burada çünki 161, 62-dən sonra birbaşa 4 gəlir. Görürsünüz, 3 gəlmir. Yəni ardıcıl ədədlərdir demək səhvdir. Yəni sadəcə bu yöntəm sizə kömək edir ki, bax belə yaza bilərsiniz və ya bölürsən sayı, sonra da bunları fərqli yazmağa çalışırsan. 10-cu sualımıza baxırıq. Qonşu bucaqların biri digərinin 5-də 4 hissəsini təşkil edir. Bu bucaqlar arasındakı fərq neçə dərəcədir? Qonşu bucaqlar hansı bucaqlardır müəllimlər? Qonşu bucaqlar biri digərinin 5-də 4 hissəsini. Cəmləri 180 dərəcəyə bərabər olan bucaqları qonşu bucaqlar. Bax, bunlardır. Bu qonşu bucaqlar. 10 da buranı x götürsək, buranı 5-də 4x götürəcək. Digər 4x, 5x ilə də yazacağım. Cəmi 180 dərəcə olduğunu bilirik. Yəni, qonşu bucaqlarla bağlı sizə düşə biləcək sual budur. Bunu mütləq şəkildə analiz edin. 5-də 4 hissəsini təşkil edir, 4 dəfə çoxdur, 5 vahid çoxdur və s. Təbii ki, bu müxtəliflik ola bilər, amma yəni bundan o tərəfə getmir. Hər tərəfini 5-ə vursaq, 4x üstə gələk 5x bərabərdir 900, 9x bərabərdir 900, x də bərabərdir 100. Onda bucağımızın biri 100-dür, biri də 5-də 4-ü 100-ə vuranda 100-ü 5-ə bölürük 20, biri də 80-dir. Bizdən fərqini soruşur, 100-dən də 80-i çıxanda 20 dərəcə. İndi haqlı olaraq deyə bilərsiniz ki, müəllim, siz bizə bir qayda da dediniz ki, əgər bucaqlardan birinin 5-də 4 hissəsini, atanın yaşı oğlun yaşının 7-də 9 bölü 3 hissəsini bu tipli təşkil edəndə birini sürəti götürdük, birini məxrac. Çox rahat. Onda bucaqların birini 4x, birini 5x götürəcək. Belə də yaza bilərsən, belədir. 9x bərabərdir yenə 180, x də bərabər 20. Burada daha rahatdır da bu ikinci qayda elə bil ki, bir addımda çıxır. 20-ni 4-ə vurursan 80, 20-ni gətirib 5-ə vurursan 100, yenə də fərqi 20 eləyir. Baxın, görürsünüz sualda ola biləcək digər ehtimal da deyirəm ki, sizin beyniniz tam açılsın, sualı əzbərləməyin, sualı dərk eləyin. Yeni qruplarımıza, endirimli qruplarımıza qoşulmaq istəyən müəllimlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Hər birinizə uğurlar arzulayıram, dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Növbəti izahlarımızda görüşərik. Hələlik.